Yaz havası arıçılıq təsərrüfatlarında da canlanma yaradıb. Arılar çiçəklərdən nektar toplamağa da başlayırlar. 40 minə yaxın arı ailəsinin saxlanıldığı Astradakı təsərrüfatlarda vəziyyət necədir? Bu barədə süjetimiz var, izləyək. Arıçılıq təsərrüfatlarında yaz mövsümü başlayıb. Qış sərt keçdiyinə görə arı ailələri arasında tələfat olsa da, Astarada bu baxımdan ümumi vəziyyət pis deyil. Həyətimdə qədər 80-a yaxın arımız var. Başqa yerdə də var. Yəni Lənkəran zonasında da var, Lerik zonasında da var. Bizdəki hər mövsuma uyğun, yəni biz bal əldə eləyirik. Məsələn, yay vaxtında çiçək balları, sonra cökət çiçəyi, bu dağların ətəyi hamısı cökə ağaclarıdır. Cökət çiçəkləri vaxtında cökə balını yığırıq və bir dəfədə bir arının balı süzülür ki, o meşə balı adlanır. O ildə bir dəfə süzülən baldır. Bütün vitaminlər onun tərkibində olmaq şərtilə, yəni güləmidir, çiçək tozudur, cökətdən, hər şeydən əldə edilmiş məhsul onun tərkibindədir. Şükür Allaha ki, bu keçən ili məhsulumuz yaxşı oldu. Astaranın əsasən Miki, Vaqo, Siyəkü kimi ucqar dağ kəndlərində 40 minə qədər arı ailəsi saxlanılır. Arılar artıq nektar toplamağa başlayıblar. Arıçılar da işlərinin başındadılar. Hazırda arı sahələrində yaz qulluq işləri aparılır və arı yeşikləri açılır çünki hava əlverişlidir və onlar öz balları ilə qidalanacaqlar. Hazırda bir yeşikdə də 8 mindən çox arı var. Arıçılar yeni mövsümlə bağlı nikbin danışırlar. 35 ildə arıçılıqla məşğul olan Şahin Xalıqov da bu il balın bol olacağına ümid edir. Təsərrüfatında 260 arı ailəsi var. Ötən il 3 ton 600 kiloqram bal götürüb. Hazırda da işlərin qaydasında getdiyini deyir. Qabaq sapadır. Boz Qafqaz var bizdə. Karnika sortu var. Bu illəri demək olar 3 ildir İtalyan gətirmişəm. İtalyan sortu bizdə var. Bundan sonra hava yaxşı olmasa biraz arıya ziyanı olur da. Yəni yağışlı arılar çiçəklə balalama gedir. Çiçək tozu gətirirlər. Bundan sonra yağış oldu, biraz arıya ziyandı. Amma qabaqki dövrdə, bu hardasa bundan bir ay qabaq, ay yarım qabaq qar yağdı. O qarın arıya xeyri var, ziyanı yoxdur. Və indi hal-hazırda nə işlər gedir? Hal-hazırda bu dəqiqə arıxananı açmışıq. Bal veririk onlara. Arıçılar bir müddətdən sonra arı ailələrini qonşu rayonların ərazilərinə də aparıb orada saxlayacaqlar. Bu, arıların daha məhsuldar işləmələrinə, daha çox bal toplamalarına imkan verir. Sonra qalır balı satmaq. Bu məsələdə isə arıçılar ciddi çətinlik yaşayırlar. Yarım marka hər il bizim üçün təşkil olunur. Ancaq arıçıları o yarım marka ilə qane olmurlar. Çünki rayondan 40 nəfər arıçı dəvət olunur yarım markaya. 780 nəfərə qarşı 40 nəfər. Qalan arıçıların məhsulları evlərində qalır. Yarmarkaya 400 kilo icazə verilir. Şükür Allah 400 kilo balımda hamısı laboratoriyadan keçdi. Yəni yüksək keyfiyyətə malik idi. Ballarımızı orada satdıq. Amma belə vəziyyətdə yenə də elə bir qurumlar bizim üçün bir şey təşkil eləsəydilər ki, yəni hansısa şirkət ya bir qurum o balı bizdən qəbul eləsəydi bir münasib qiymətə lap əla olardı. Rayonda bal süzümü isə mayın axırlarında başlayacaq. Hər arı ailəsindən 20 kiloqrama qədər bal gözlənilir. Nuranə Tələt qızı, Fərid Əsədzadə, Lalə Rəhmanova, Günel Habil qızı, ASTV xəbər.